Coğrafi koordinatlar verilmiş məntəqələrin hansılar bir-birinə daha yaxındır? Biz burada məntəqələri birinci qeyd edirik və bu məntəqələrə uyğun olaraq hansının daha yaxın olduğunu müəyyən etməyə çalışacağıq. Deməli, A məntəqəsi 45 şimal, 10 şərq uzunluğu. Deməli, 45 şimal, 10 şərq uzunluğu. 10 şərq uzunluğu. Bu A. Sonra B 45 şimal, 20 şərq uzunluğu. B. Yenə 45 şimal, 20 şərq uzunluğu. 20 şərq uzunluğu. Bu B. Sonra C 30 cənub, C 30 cənubun dairəsi, 10 qərb uzunluğu. 10 qərb uzunluğu. Bu C. Sonra D 30 cənub, 20 qərb uzunluğu. Yenə D 20 qərb uzunluğu. Sonra Y 20 cənub, 20 cənub, 20 şərq uzunluğu. İndi bunlar arasında daha yaxındır. Biz deməli eyni paralellərdirsə, biz paralellərə baxırıq. Biz dedik ki, paralellərin uzunluğu qütbəyə doğru getdikcə neyinir? Azalır. Azalırsa, deməli qütbə yaxın hansıdır? 45-dir. Deməli qütbə yaxın 45 şimal dairəsi bunun üzərindəki məntəqələr arasındakı dərəcələr də biz baxırıq ki, eynidir. 20 şərq uzunluğu, 10 şərq uzunluğu. Yəni fərq 10 dərəcədir. Burada da 10 qərb uzunluğu, 20 qərb. Deməli dərəcə fərqi eynidir. Dərəcə fərqi eynidirsə, biz baxırıq paralelin 1 dərəcə qoyulsun uzunluğuna. Deməli 45 dərəcə 1 dərəcə qoyulsun uzunluğu 30 dərəcə 1 dərəcə qoyulsun uzunluğundan az olacaq. Ona görə biz burada A, B məntəqələri bir-birinə daha yaxın olacaq. Çünki C 30 cənub dairəsi ekvator daha yaxın olduğu üçün 45 şimal dairəsindən 1 dərəcə qoyulsun daha uzun olacaq. Daha böyük olacaq. Ona görə DC daha böyükdür, AB daha kiçikdir. Dünya əhalисinin sayı nisbətini göstərən anamorfoz xəritədə hansı ölkə daha böyük? Anamorfoz xəritələr digər xəritələrdən fərqlənir, statistik məlumatlara əsaslanır və hər hansı statistik məlumatı hansı daha yüksəkdirsə, hansı daha çox, daha qabarıq göstərilir. Burada da əhali deyirsə, burada əhalinin sayına görə deyək ki, daha çox ölkələr sırasında daha çox olan Çindir və ona görə ölkə daha böyük ölçüdə təsvir olunacaq. Xəritədə hansı təsvirdən istifadə olunmamışdır? Bu, Naxçıvan Muxtar Respublikasının yağıntılarının paylanmasını göstərir, keyfiyyət fonundan istifadə olunub, bundan istifadə olunub. Sonra hərəkət xətləri var, burada gördüyünüz kimi küləyin istiqaməti göstərilib. Sonra izoxətlər üsulu, yenə xətlərlə, baxın, burada içərisində xətlər var. Yayın temperaturu və qışın temperaturu burada göstərilib. Bu da var. Nöqtələr üsulu yoxdur. Bir də kartoid diaqram yoxdur. 4, 5 yoxdur. Paletkada hüdudlanmış ərazi 52 dama əhatə edirsə, yəni paletka bərabər 52 dama verilibsə, miqyaslı olan xəritədə onun sahəsi nə qədər olar? Deməli, miqyas da verilib. Bərabər 1 bölünsün 600 min. Bölək 100 minə. Çünki 1 kilometr 100 min santimetrdir. 5, 0, 3, 5, 0. 1 santimetrdə 6 kilometr. Onu tapdıq. İndi deyir ki, onun sahəsi nə qədərdir? Sahəni tapmaq üçün. Tənasümüz yazaq görə çatmır. 1 kvadrat santimetr miqyasın kvadratı, xəritədəki sahə, həqiqi sahə. Burada biz həqiqi sahəni soruşur. Xəritdən sahəni tapmaq üçün paletka verilib. Buradan istifadə edirik. 1 paletka 0,25, 52 paletka xəritədəki sahə. Xəritə sahə. Burada da xəritədəki sahə bərabərdir 52
vurulsun 0,25. 52 vurulsun 0,25. Xəritdəki sahə də bərabərdir 13 kvadrat santimetr. Gətirək qoyaq yerinə yazaq. 13 kvadrat santimetr. Deməli, 1 santimetrdə miqyasın kvadratı, miqyas verilib. Miqyas verilib. Deməli, 6. 6 kilometrin kvadratı. Xəritdə sahə 13 kvadrat santimetr. Həqiqi sahə sual. Həqiqi sahə də bərabərdir 6. 6-nın kvadratı yüksəlir. 36 kvadratda vurulsun 13. Vurulsun 36. Həqiqi sahə də bərabər 468 kvadrat kilometr. D variantı. Verilən ərazilərin eyni ölçülü vərəqdə təsvir olunan xəritələrdə onlara aparılan generalizasiyanın azalma sırası. Deməli, eyni ölçüdür hamısı. 1, 2, 3, 4, 5. Hamısı eyni ölçüdür. 1. Azərbaycan xəritəsi. 2. Bakı şəhəri. 3. Dünya. 4. Xəzər. 5. Afrika. Hamısını eyni yerə sığmış. Eyni ölçüdədir. Generalizasiyanın azalmasını. Deməli, bunun ölçülərinə baxaq. Birin ölçüsü. Burada ən böyük ölçü, ən böyük sahə, həqiqi sahə. Ən böyük həqiqi sahə dünya xəritəsi. Burada. Ən böyük. Ən böyük sahə. Ən böyük sahə buna bərabərdir. Ən kiçik sahə isə, deməli, Bakı şəhəri. Ən kiçik sahə. Deməli, ən böyük sahə, ən kiçik sahə. İkisi də eyni, deyək ki, kağıza sığdırılır. Generalizasiya, ümumiləşdirmə, kəmiyyət böyüdükcə, generalizasiya artır. Kəmiyyət böyüdükcə miqyas kiçilir. Kəmiyyət böyüdükcə miqyas kiçilir. İndi burada biz sahənin ən böyük olduğunda, ən böyük sahədə 3-də, kəmiyyət də böyük olacaq ki, biz onu sığdıraq. Kəmiyyət böyüyürsə, generalizasiya artır. Deməli, ən kiçik sahədə kəmiyyət kiçik olacaq, generalizasiya da az olacaq. Azalma sırası deyirsə. Generalizasiya ən çox, deməli, ən böyük sahədə olacaq, 3-də olacaq. Çünki ən böyük sahəyə malikdir. Sonra gələcək ikinci sahə, Afrikanın sahəsi də bundan nisbətən kiçikdir. Sonra 4 Xəzər dəniz sahəsi, sonra Azərbaycan xəritəsi, sonra isə Bakının, ən sonunda Bakının xəritəsi də ən kiçik sahəyə var. A variantı.